xanım, Türkiyədə, həmçinin günümüzdə Azərbaycanda da ən çox yayılmış aktual problemlərdən biri həm xanımlar, həm də bəylər kütləvi şəkildə siqaret çəkirlər. Sizcə bunun əsas səbəbi nədir? Bu məqsədə nə dayanır? Siqaret çəkməyə məğzində məncə yaranan səbəb budur ki, insanlar çox stres yaşayırlar və hər şey özlərinə çox problem edirlər. Çox depressivdirlər, belə deyək. Hər şeylərdən özünə depressiya çıxardırlar. Və bu depressiya, əsəb, stres bunlarda müəyyən asılılıqlara gətirib çıxardır. İçki ola bilər, siqaret ola bilər, bəli. Yaxşı, bəs ondan niyə çıxış yolu siqaretdə tapırlar sizcə? Niyə siqaretdə tapırlar? Çünki artıq insanlarda psixoloji cəhətdən alışqanlıq halına gəlib. Artıq alışıblar ki, siqaret çəkdim, mən rahatlayıram. Amma belə bir şey yoxdur. Bu sadəcə olaraq psixoloji bir təsirdir ki, Rahatladır da onları. bəli, psixoloji təsirdir ki, siqaret çəkdim, mən rahatlayıram. Bunun da başlı səbəbi dediyim kimi əsəb stressdir. Yaxşı, bəs nə edəyək? Nə edəsiz? Əsəb stressdən təbii ki, uzaq durmalısınız. Yaxşı deyirsiniz ki, mən dura bilmirəm. Bax, bu ikanı görürsüz. İkandan istifadə edirsiniz. Sizin əsəb, stres, depressiya, bu kimi şeylər yoxa çıxır. Necə? Əsəbləşmirsiniz hər şeyə, stres yaşamırsınız. Balaca məhsul olmamışsa eləyir. Bəli, bu gördüyünüz balaca məhsul var ha. Balaca məhsul sizi bu kimi şeylərdə xilas edir. Təkcə bu kimi şeylər yoxdur, bilirsiniz də, siqaret, içki də bundan önə gəlir. Təsir göstərməz ki. Xeyr, təbii ki də təbii məhsul sizə necə əks təsir göstərir? Təbii bitkilər, nənələrimiz, babalarımız necə bitkini qaynadıb qoyurdu qabağımıza ki, abala iç. Bu da onun kimi. Yaxşı, bəs necə əldə edə bilərəm bunu? Necə əldə edə bilərsiniz? Əlaqə etmək istəyirsinizsə, səhifədə nömrə var. Əlaqə saxlayın, biz sizə köməklik göstərərik. Narahat olmayın. Tək ki siz sağlam olun. Çox sağ olun. Sağ olun.